Qonaqlar üçün fərqli, süfrə üçün şıq bir seçim etmək istəyirsənsə, videonu sona qədər izlə, mütləq hazırlayacaqsan. Ləvəngi üçün qırmızı soğanı blenderdən keçirib, acı suyunu sıxıb, üzərinə qoz, alça turşusu, duz və istiot əlavə edib qarışdırıram. Ətin üzərinə duz, istiot və kərə yağı əlavə edib yaxşı yoğurdum. Yağlı kağızın üzərini yağladıqdan sonra əvvəlcə əti, sonra ləvəngini videodakı şəkildə yayıb bükdüm. Ruleti isə sobadan çıxarıb tam soyutduqdan sonra doğramaq lazımdır. Qazmaq üçün yumurta, smetan, duz və unu qarışdırdıqdan sonra üzərinə süzülmüş düydən əlavə edirəm. Qazmağın yapışmaması üçün yaxşı isidilmiş qazana kərə yağı əlavə etdikdən sonra bir çimdik duz əlavə etmək lazımdır. Göstərdiyim şəkildə qazmağı hamarladıqdan sonra 2-3 dəqiqə ocağın üzərində gözlədirəm. Daha sonra adi qaydada süzdüyüm düyünü qazmağın üzərinə əlavə edirəm. Ən son kərə yağı və sarkök əlavə edib 40 dəqiqə dəmə qoyuram. Doğradığım qazmağı və ruleti pulovun üzərinə əlavə edib gördüyünüz şəkildə servis edirəm. Çox dadlıdır, mütləq sınayın.